Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bu gün sizləri tanış etmək istəyirəm fonetika bölməsindən imtahana düşə biləcək hər şeyi. Bu hissələr asan da ola bilər, çətin də sayıla bilər, fərq etməz. Yetər ki, bilin ki, asandan çətinə doğru hər şeyi mən sizə xatırlatmaq istəyirəm. İzahı bəyənin və başlayaq yavaş-yavaş izahımızı davam elətdirməyə. Bəli, ilk olaraq başlamaq istəyirəm hansı hissələrdən. Siz sözlərin düzgün yazılışını bilməlisiniz. Amma unutmayın, bu bilməli olduğunuz yazılışlar su kimi olan sözlərdən deyil. Dəhşət çətin tipli sözləri də bilməyə məcbur deyilsiniz. Siz xüsusən hansı sözləri bilməlisiniz? Ümumişlək, yəni gündəlik həyatımızda işlədə biləcəyimiz, işlətdiyimiz sözləri, amma hər kəsin çaşdırdığı tiplərdən. Məsələn, sizin divan sözünün yazılışını bu dəqiqə əzbərləməyinizə ehtiyac yoxdur, çünki bunları onsuz da siz bilirsiniz. Siz bəs hansı tipləri bilməlisiniz? Məsələn, hər kəs bilir ki, məşhur sözü gündəlik dilimizdən düşməyən sözlərdəndir. Amma bu məşhur sözünü kimiləri məşhur deyə yazır, kimiləri isə məşhur kimi yazır. Bax, elə bizə də bu lazımdır ki, görək müdavim gündəlik həyatında işlətdiyi, amma əksər müəllim və müdavimin səhv etdiyi sözləri düzgün yaza bilirmi? O səbəbdən də sən mütləq şəkildə bu tipləri bilməlisən. Məşhur, tələbat, qəhrəman, qumbara, mühüm, həşərat, mühit, bunlar sadaladığımdan da gördünüz ki, hər kəsə belə deyək də, hər kəsə izahı məlum olan sözlərdəndir. Amma ona rəğmən çoxunun ilişdiyi məqamlardandır deyə elə müəllif səni yazılışla yoxlasa məhz həmin hissələrdən sorğu-sual etmiş olacaq. Gəlin bizim qayda kitabımızda bu hissələrlə mən sizi tanış edim. Bəli, baxın, belə bir qayda kitabımız var, hansı ki üzərində mən və İsaməddin müəllimin şəkli var və bu da o deməkdir ki, riyaziyyat və Azərbaycan dilinin qarışığıdır. Həm burada başdan sona qədər bütün mövzuların ardıcıl olaraq izahı, əlavə olaraq da Azərbaycan dilindən 500 qızıl qayda var. Bəli, bu qayda kitabı Respublikanın bütün ərazilərində, bölgələrində satışdadır. Bu kitabı əldə edib də nəinki sözlərin düzgün yazılışını, Azərbaycan dili və riyaziyyatdan hansı hissələr sizə maraqlıdırsa, hər bir hissəni bu qayda kitabından oxuya bilərsiniz. İndi başlayaq dediyim məqamlara. Baxın, bu formatda elə yox belə. Yəni müşkül yox, müşkül. Maniken yox, maneken. Əjdaha yox, əjdaha. Bax, bu formada sözlərin düzgün, məşhur sözlərin düzgün yazılışını öyrənmək ehtimalımız var. Bundan da əlavə, bu tiplərdən də əlavə belə qızıl qaydalarımız da var. Hansı ki sözü düzgün yazılışını yadda saxlamaq üçün bu formada qısaltmalarla yazmışıq. Məsələn, mühümün sağından da, solundan da oxuyanda eyni şey olur. Atlazı lazer sözü ilə, atlası Las Vegas sözü ilə yadda saxlayaq. Məşhuru şıhırı belə ardıcılıqla yadda saxlayaq. Müdiri direktorla yadda saxlayaq. Qumbaranı qumla, şənbəni şən olmaqla, kəl ağayını ağ ayı ilə yadda saxlayaq. Məsələn, stomatoloq tomat yeməyə icazə vermir. Belə yadda saxlayaq. Laborat, bor atla yadda saxla. Qəhrə gərək yoxdur, günbəzə gün düşür. Həşərata şər atma, tənbəl tən ortada dayanıb. Lənəti ləngiməklə, kirpiyi kirpiylə, diksinməkdə dik atılmaqla, layihəni lay təbəqə ilə, nahiyəni nah sözü ilə, əjdahanı daha sözü ilə, əqrəbanı əqrəb sözü ilə, batar, diri, doğru, on, asan imza ilə, asan xidmətlə, xam sözü ilə, qaynımızın anası, bülbül sözü ilə, tələb sözü ilə, tamam sözü ilə,
bikar, bini sız, siz, sus, süz mənasında yadda saxlamaqla, bəli, bu tipləri baxın belə formada daha yaxşı yadda saxlaya bilərsiniz. 2025-ci ilin Naxçıvan müəllimlərin sertifikasiya imtahanına da məhz bu tip sözlərdən düşüb. Kim ki oxuyub, onlar layiqincə həmin sualı düzgün yazmışdılar. Bəli, dəyərli müəllimlər və müdavimlərimizlə birinci başlığı yekunlaşdırdıq, hansı ki, sözlərin düzgün yazılışı idi. Daha sonra biz nəyi bilməliyik? Saitlərin doğru bölgüsü, açıq, qapalı, dodaqlanan, dodaqlanmayan, qalın, incə. Samitlərin düzgün bölgüsü. Kar samitlər hansılardır? Cingiltli samitlər hansılardır? Cingiltli samitləri belə yadda saxlayırdıq. Gecə, jaləyə, mağazadan, qabı ver cümləsində nə qədər samit varsa, o qədər də, bax nə az nə çox, elə bunların hamısı qədər də cingiltli samitlərimiz var. Məsələn, j kardır, cingiltlidir. Əlbəttə ki, burada varsa cingiltlidir. Bax, bunların hər bir samitimiz kar yox, cingiltli samit sayılır. Burada adını çəkmədiyim, burada işlətmədiyim nə qədər samit varsa, onlar da kardılar. Kardılar ki, bu cümlədə yoxdur. Daha sonra üçüncü qaydamızla davam edək. Görək, üçüncü qızıl qaydamız nədir? Nə olur olsun, istisna belə yoxdur. Vurğu, ahəng qanunu, heca və hərfləri sizdən soruşsam, mütləq sənə verilən sözün yazılışına baxmalısan. Yox, əgər sözlərdə səslər, neçə səs var, neçə sait var, neçə samit var. Bunları səndən soruşsam, mütləq şəkildə tələffüzə baxmalısan. Əlavə olaraq hansı qeydləri bilməliyik? Qızıl qayda 4. Biz eyni cinsli, müxtəlif cinsli qoşa saitləri tanımalıyıq. Biz eyni cinsli, müxtəlif cinsli qoşa samitləri tanımalıyıq və onların tələffüzlərini bilməliyik. Yadda saxla. Eyni cinsli qoşa samitlərin tələffüzündə birinci qalır, ikinci sait düşür və yerinə uzanma gətirir. Müxtəlif cinsli qoşa saitlərdən isə sadəcə bu hissəni bilin. İkisindən biri axı müxtəlif demişik. İkisindən biri idisə, həmin o müxtəlif cinsli qoşa saitlərin tələffüzdə mütləq araya y gəlir. Məsələn, səidə yazılır, səidə tələffüz olunur. Məsələn, təbiət yazılır, təbiyyət deyə tələffüz olunur. Mən sizi imtahana hazırlayıram. İmtahanda deyəndə ağlımıza müxtəlif cinsli qoşalıqlardan yalnız tərkibində qoşalıqlardan biri i olan müxtəlif cinslər yadımıza düşür. Daha sonra eyni cinsli, müxtəlif cinsli qoşa samitlərlə davam edək. Yadda saxlayın. Eyni cinsli qoşa samitlərdən qoşa ç, qoşa q, qoşa t, bir də qoşa p. Bu 4 dənə eyni cinsli qoşa samitlərin tələffüzündə bir samit dəyişir. Məsələn, 9 yazılır, 9 tələffüz olunur. 8 yazılır, 8 tələffüz olunur. Hətta yazılır, hətta tələffüz olunur. Tappıltı yazılıb, tappıltı tələffüz olunur. Cəmi 4 dənə qoşalıqdır ki, sözün kökündə gələrsə tələffüzü dəyişir. Qoşa y isə hər dəm xəyaldır. Tələffüzü dəyişə də bilər, dəyişməyə də bilər. Əgər qoşa y sözün kökündə gəlirsə, tələffüzü dəyişməz. Şəkilçidə gələrsə, tələffüzdə y-nın biri düşür. Məsələn, hədiyyə sözündə qoşa y kökdə gəlir deyə tələffüz dəyişmir. Amma məsələn, ədəbiyyat yazsam, qoşa y şəkilçidə gəlir deyə tələffüzdə y-nın biri düşmüş olur. 4 samit belə, 1 samit belə, 5 samit getdi. Biz bilirik ki, bizim 23 samitimiz var. 23 samit varsa 23 ədəd eyni cinsli qoşalıq nümunəsi yaza bilirik. 4-ün yazdım, 1-in yazdım. Oldu 5. 23-dən 5 çıxanda qalır 18. Yerdə qalan 18 eyni cinsli qoşa samitin tələffüzü kökdə gəldiyi vaxt dəyişmir. Məsələn, addım, məsələn, 7. Baxın, bunların tələffüzü dəyişməyəcək. Bunları da belə yadda saxlayaq. Müxtəlif cinsli qoşa samitlərdən isə nəyi bilməliyik? Sözün ortasına gələn s-tı, f-tı, x-tı, ş-tı, bunların tələffüzündə yadda saxla ki, t-lar,
T'lar D-ya keçir. Yəni, məsələn, dastan yazılır, dastan tələffüz olunur. Dəftər yazılır, dəftər tələffüz olunur. Bir də müxtəlif cinsli qoşa samitlərdə bu hissəni də unutmayaq. Müxtəlif cinsli qoşa samitlər sözün sonunda da gələ bilər. Məsələn, qəbul sualı olub, güzəşt. Bu tipli sözlərdə yadda saxlayın ki, sonda gələn s-tı, f-tı, x-tı səs düşümü istəyir tələffüzdə. Yəni, güzəş olacaq. Məsələn, qəbul sualı belə olub. Baxın, güzəşt, güzəşt, siz belə yazılıb. Tələffüzü necə olacaq? Güzəşsiz olmuş olacaq. Yəni, s-tı, f-tı, x-tı, ş-tı tiplər sözün ortalığında da gələ bilər, sözün sonunda da gələ bilər. Ortalıqda gələndə, məsələn, dastan yazılır, dastan tələffüz olunur. Sonda gələndə isə dost yazılır, dost tələffüz edilər. Daha sonra müdavimlərimiz bu tiplərdə mütləq şəkildə olmazsa olmaz qaydalarımızdan davam edək. Sonu B, C, D, C ilə bitən sözlərin tələffüzünü bilməlidirlər. Sonu B, C, D, G ilə bitən sözlər əsasən tək tənha gələndə tələffüzünü çarlaşdırırlar. Bunlara biz samitlə başlayan şəkilçi, samitlə başlayan söz artıranda da tələffüzdə çarlaşma baş verəcək. Gəlin nümunə yazaq. Yazıram bura kitab, yazıram bura kitabda, yazıram bura kitab rəngi. Baxın, hamısına aiddir. Bu sözlər tələffüzdə çarlaşma hadisəsi ilə üzbəüz gələcəklər. Kitab, kitabda, kitab rəngi. Ağac, ağacda, ağac, nə bilim, qoxusu. Fərq etməz. Yox, əgər bizim müdavimlər bu tip nümunələrə saitlə başlayan şəkilçi, saitlə başlayan söz artıranda tələffüzdə problem olmayacaq, olduğu kimi qalacaq. Məsələn, yazıram bura kitaba, yazıram bura kitab iyi. Baxın, tələffüzlər olduğu kimi də elə necə yazılırsa elə də qalacaqlar. Daha sonra müdavimlərimiz hansı hissələri bilməlidir? Sonunda G, sonunda Ç olan sözlərin tələffüzü. Yadda saxlayaq. Sonu G ilə bitən sözlər, hələ ki təkliyin danışıram mən, buna nəsə artırmıram. Ən sonda G olan sözlər ya X səsini, ya da K səsini verəcəklər. Başqa səsi verməyəcəklər. İndi məntiqə baxacağam. Məsələn, mən buraya yazıram moruq. Səncə bu sözü hansı formada tələffüz edək? Əlbəttə ki, moruq. Niyə ay müəllim? Çünki moruq olmaz, moruq olmaz. Ona görə iki seçim varsa məntiqli seçim etməliyik. Məsələn, şəfəq. Tələffüzü necə olacaq? Şəfəq. Niyə ay müəllim? Çünki şəfəq ola bilməz. Ay müəllim, şəfəq Q kimi tələffüz edə bilmərəm. Axı qayda qoymur sənə elə tələffüz edəsən. Qayda qanunla getməliyik. Qayda qanun deyir ki, sonu Q ilə bitən sözlərdə iki fərqlilik ola bilər. Ya K səsi, ya da X səsi. Dayğı səsi olmur, day olduğu kimi qalmır. Ona görə də məntiqimizi özümüz məntiqimiz işə yaramalıdır bizdə və deməliyik ki, bəli, moruq, şəfəq, qoruq, üfüq bu formada olmuş olacaq. Bəli, bayaq da belə bir qayda dedik ki, bu tip nümunələrdə tək-tənha necə tələffüz olunursa, bunlara samitlə başlayan şəkilçi, samitlə başlayan söz artıranda da tələffüzü elə o təklikdə olduğu kimi olacaq. Bu nə deməkdir? Məsələn, moruq sözünün tələffüzü necədirsə, moruq da sözünün də tələffüzü elədir. Moruq çolunun da tələffüzü elədir. Yəni, moruq, moruqda, moruq çolu olmuş olacaq. Eyni zamanda şəfəq sözünə də aiddir. Şəfəq sözü təklikdə necə tələffüz olunursa, buna samitlə başlayan şəkilçi, samitlə başlayan söz artıranda da tələffüzü bax, elə eyni olacaq. Yəni, şəfəq, şəfəqdə, şəfəq saçı. Ay müəllim, bəs biz bunlara sait artırsaq necə olar? Sait artıranda da dilindən nə səslənmə çıxsa ona güvən. Yəni, moruğa, moruq iyi. Şəfəqə, şəfəq arası.
Gördünmü, saitlə başlayan bir şey artıranda özünü yormadın. Elə dilindən çıxan səslənmə səni düzgün uğura aparmış olur. Ən sonda hansı hissə ilə davam edək? Sonu K ilə bitən sözlər. Əksər ehtimalla sonu K ilə bitən sözlər təklikdə x ştrix səsini verir. Az ehtimalla isə olduğu kimi qalır. Yadda saxla. Hansı nümunələr sonu Q ilə bitir və olduğu kimi qalır? Tək hecalı sözlər, iştirak, müştərək, babək, məlik, malik, şərik. Bir də bunlar. Yerdə qalan sonu K ilə bitən sözlər təklikdə gələndə x ştrix səsini verir. Məsələn, ürək, ürək, böyrək, dibçək. Bayaqdan dediyimiz bir qayda qanun var. Hansı qaydalardır? Bu tiplər tək-tənha necə tələffüz olunursa, bunlara samitlə başlayan şəkilçi və samitlə başlayan söz artıranda da tələffüzü elədir. Yəni, ürək, ürəkdə, ürək, nə bilim, döyüntüsü, döyüntüsü. Hamısının tələffüzü bax elə eyni olmuş olacaq. Çünki bu bayaqdan eyni qayda qanunla gedir. İstər sonu B, C, D, G ilə bitən, istər sonu K ilə bitən, sonu G ilə bitən hər birində tək-tənha tələffüz necədirsə, onlara artırılan samitlərdə də tələffüzü elə o formada qalacaq. Ay müəllim, bəs bunlara sait artırsaq nə baş verəcək? Məndən sənə bir qızıl cümlə. İstər B, C, D, G ilə bitən sözlər, istər sonu G ilə bitən sözlər, istər sonu K ilə bitən fərq etməz. Bunların hər birinə aiddir. Bunlara saitlə başlayan şəkilçi, saitlə başlayan söz artıranda dilindən çıxan danışığın necədirsə, tələffüzü bax elə o cürdür. Yəni, ürək sözünə mən saitlə başlayan şəkilçi artıranda ürəyə olmuş olacaq. Təsadüfdən yazılışı da ürəyə, tələffüzü də ürəyə olmuş olur. Fonetikadan nəyi unutmamalıyıq? Sizə birləşmə verilibsə və birləşmənin tələffüzü verilibsə, qızıl qaydanı unutma. Bu birləşmə mənə əbəs yerə verilməyib. Bu nə deməkdir? Məsələn, bura yazılıb ki, həkimlik istəyi və yaxud da deyirəm ki, məsələn, moruq, çolu. Belə birləşmələr verəndə bunun tələffüzünə aid, belə deyək, fonetik təhlilinə aid olan fikirlər sizdən soruşulanda, bilin ki, mən bu tərəfləri, bu birinci tərəfləri, ikinci tərəfin saitləmi, samitləmi başladığıma görə ona uyğun tələffüz etməliyəm. Yəni, həkimlik yox, həkimlik istəyi olmalıdır. Yaxşımı? Və yaxud da moruq yox, moruq olmalıdır. Niyə? Çünki kol samitlə başlayıb. Yəni mütləq xahişim istəyim odur ki, bu tiplərdə qaza gəlməyəsiniz deyə mütləq birləşmənin birləşmə olduğunu unutmamalısınız. Dəyərli müəllimlər, məqsədim hər bir bölmə üzrə həm dil qaydaları, yəni qrammatika, eyni zamanda mətnlər üzrə belə 20 dəqiqəlik qısa və konkret izahları sizlərə çatdırmaqdır. Əgər bu tip izahların davamının gəlməni istəyirsinizsə, videonu bəyənib rəy bölməsində öz dəyərli fikrinizi bölüşün ki, mən də baxım həvəslənim ki, həqiqətən də bu izahlar müəllimlərə və müdavimlərimizə yararlı olmuş olur. İzah yararlıdırsa, bəyənib paylaşmağı, kanala abunə olmağı unutmayaq. İmtahanda hər birinizə uğurlar.